Cəmiyyətdə belə bir fikir var ki, vəkil niyə haqsız adamları müdafiə edir ki? Bildirirəm ki, vəkil haqsız olduğunu bildiyi adamı müdafiə edə bilər. Hətta etməlidir. Əsas prinsip ondan ibarətdir ki, hər kəsin müdafiə hüququ var. Ən ağır cinayətlərdə belə şəxsin hüquqları qorunmalıdır. Bu, ədalətli məhkəmə araşdırmasının ən vacib şərtlərindən biridir. Lakin burada unutmamaq lazımdır ki, vəkil müvəkkili deyil, onun şəxsiyyətini deyil, etdiyi əməli deyil, onun hüquqlarını müdafiə edir. Vəkilin əsas vəzifəsi haqqın tərəfini saxlamaq deyil, hüquqların qoruyucusu olmaqdır. Əgər vəkillər təkcə haqları müdafiə etsəydi, onda heç hüquqi dövlət anlayışı da olmazdı. Məhz buna görə də qanunvericilikdə qeyd olunub ki, vəkilin müdafiəçinin şəxsiyyəti onun müdafiə etdiyi şəxsin şəxsiyyəti ilə eyniləşdirilə bilməz. Vətəndaşların böyük əksəriyyətinin yanıldığı hissə ondan ibarətdir ki, onlar elə bilir ki, vəkil şəxsin əməlini müdafiə edir. Bu belə deyil. Vəkil təmsil etdiyi şəxsin hüquqlarını müdafiə edir. Bunlar tamamilə başqa-başqa anlayışlardır. Diqqətiniz üçün təşəkkür edirəm.